mesela Qazaxıstanda bu olmuyor. Onlar dediler ki siz başlayın, biz sizin arkanızdayız ve sonuna kadar destekleyeceğiz. Hakikaten bütün proses boyunca tam yüksek seviyede bizi desteklediler. Lazım investisiyaları bu işe koydular ve partnörlüğün ve vizyonun, beraber vizyonu paylaşmaların sevincini yaşattılar bize. Ben size burada defalar teşekkür ederim. Bu projekte bu kadar əziyyət və əhəmiyyət verdiniz. İndi isə bunu beraber qeyd etmək zamanı. Buyurun canım. Hörmətli qonaqlar, xanımlar və cənablar, Əhməd bəyin də dediyi kimi 2 il əvvəl bu layihəyə start verəndə açığı çox da ümidlər yox idi. Çünki hələ çox böyük keçiləsi yollar var idi. Və yaxşı ki, biz bərabər olaraq çiyin-çiyinə bu yolu keçdik. Bizim üçün Papesk kimi bir şirkətlə və Papesk kimi bir şirkətin ekskluziv təchizatçısı olmaq həm böyük şərəf görür hissədir, həm də ki, çox böyük bir məsuliyyətdir. Və biz bu məsuliyyəti anlayaraq bu yola getdik və hal-hazırda da nəticəsini görürük. Bugün ilk restoran olaraq, Papesk ilk restoran olaraq açılışa hamınız dəvətlisiniz və bununla bağlı Papesk komandasına mən xüsusi təşəkkür edirəm, təbrik edirəm Papesk komandasını. Və Siyazan Broileri tərəfdaş seçdiyinə görə də çox xüsusi minnətdarlığımı bildirirəm. Təbii ki, Siyazan Broiler şirkəti seçilməsi heç də təsadüfi hal deyil. Siyazan nəinki Azərbaycanda və bütün Qafqazda ən böyük quşçuluq emal fabrikidir. Yəni, hətta deyərdim, MDB ölkələri arasında ən böyük 3-cü quşçuluq emal fabrikidir və Siyazan Broiler demək olar ki, 86-cı ildən bəri fəaliyyət göstərir və çox böyük təcrübəyə malikdir. Və 2018-ci ildən etibarən Siyazan Broiler demək olar ki, ənənəvi quşçuluq anlayışından çıxaraq daha müasir quş əti emalı strategiyasını özündə cəmlədi və böyük investisiyalar qoydu. Nəticədə demək olar ki, bütün sahələr, bir şey də qeyd edim ki, Siyazan Broiler tək Türk şirkətlərdən biridir ki, bütün istehsal sahələrini quşçuluqla bağlı özündə cəmləyir. Bura inkubatoriyanın damızlıq yumurtadan tutmuş, yem fabriki, yem istehsalat sahələri, kəsimxana, logistika, bütün bu satış və bütün bu sahələri özündə ehtiva edir. Və biz bura necə nail olduq? Təbii ki, peşəkarlıq və yüksək texnologiyaların tətbiqi bizi nəticədə gətirdi. Papesk kimi nəhəng və mötəbər bir brendin təchizatçısı elədi. Təbii ki, Papesk kimi bir nüfuzlu brendin Azərbaycanda fəaliyyət göstərməyə başlaması bu özü böyük bir hadisədir. Bu, həm qida sənayesinin inkişafına, həm beynəlxalq əlaqələrin möhkəmlənməsinə, bu bir məşhur Amerika brendidir. Amerika brendinin Azərbaycanda təmsil olunması özü çox böyük qürur vericidir və bunun Siyazan Broileri, bunun təchizatçısı olmaq özü bizim üçün böyük şərəfdir. Və biz dediyimiz kimi bu məsuliyyəti dərk edirik, çünki biz hər gün 10 minlərlə, 100 minlərlə insanın süfrəsinə toyuğu çatdıran və buna xitab edən bir şirkəti və bu etibarlılıq nə deməkdir, məsuliyyət nə deməkdir, bunu çox gözəl dərk edirik və sırf Papesklə əməkdaşlıq bu məsuliyyəti daha da möhkəmlədir və təbii ki, Papeskin də belə deyək ki, öz standartları, öz sərt bunun 2 il çəkməyə zaten onu göstərir ki, necə sərt standartlara sahibdir Papesk məhsullarını təchiz eləmək üçün. Və bu sınaqdan da biz açıq çıxdıq və inşallah da bundan sonra da bizim əməkdaşlığımız davam edəcək. Bir daha Məhəmməd bəy, Michael, təbrik edirəm sizi. İşlərinizdə uğurlar arzulayıram. İnşallah daha çox nə planlar qoyursunuz qarşınıza, hansı məqsədlər qoyursunuz. Hamısını çatasınız, hədəflərinizi çatasınız. Biz də bir tərəfdaş kimi hər zaman sizi dəstəkləməkdən qürur və iftixar duyarıq. Təşəkkür edirəm, sağ olun.